Sürücülük vəsiqəsinin alınmasında yenilik tətbiq edilib. Belə ki, imtahanlarda iştirak eləmək üçün tələb olunan tibbi arayışın qüvvədə olma müddəti 30 gündən 60 günə qaldırılıb. Sürücülük vəsiqəsi almaq istəyən şəxslər üçün tibbi arayışın müddəti 30 gündən 60 günə artırılıb. Tibbi arayışın qüvvədə olma müddətinin qısa olması səbəbindən vətəndaşlar bir çox hallarda təkrar tibbi müayinələrdən, o cümlədən rentgen və laborator analizlərdən keçməyə məcbur qalırdılar. Sürücülüyə yararlılıq barədə tibbi arayışın etibarlılıq müddətinə yenidən baxılıb və həmin müddət artırılıb. Vətəndaşlar artıq maliyyə və vaxt itkisi yaşamayacaqlar. Sürücülük vəsiqəsi almaq istəyən şəxslər qanunvericiliyin tələblərinə uyğun olaraq ərazi qeydiyyat imtahan məntəqəsinə nəqliyyat vasitəsini idarə etməyə yararlı olduqlarını təsdiq edən tibbi arayış təqdim etməlidirlər. Dəyişiklik vətəndaşlar üçün prosedurun daha rahat və əlçatan olmasına xidmət edir. Sağlamlıq haqqında arayış üçün müraciət edərkən bütün müayinələrdən keçmək zəruridir və bu proses şəffaf şəkildə aparılır. Bu qərar sürücülük vəsiqəsi almaq istəyən şəxslərin də ürəyincədir. Sürücülük vəsiqəsi almaq üçün tibbi arayışa gəlmişəm və çox xoş haldır ki, tibbi arayışın müddəti 60 günə qaldırılıb və mən növbəti imtahanda kəsilsəm, vaxt itirməyəcəm və növbəti imtahana daxil ola biləcəm. Arayışın 30 gündən 60 günə artırılması çox gözəldir ki, 4 dəfə imtahan verilə bilir. Kəsilənlər olmasın inşallah. Kəsilənlər də ki, yəni bir dəfə əziyyət çəkməyəcək də, vaxt kiçik qəbul etməyəcək. Məncə müsbətdir, daha gözəldir. Düşünürəm ki, bu barədə xəstəxanada, yəni gedib tibbi arayışa alarkən bizim vaxt qənaətimiz ki olurdu. Onun müddətinin artırılması bizə çox xeyri var. Nə mənada? Çünki əvvəl 30 gündə olurdusa, indi 30 gün 60 günə qaldırılaraq həm gedib kəsilənlərdən təzədən tibbi arayışa alarkən daha asan olur vaxt baxımından. Qeyd edək ki, Daxili İşlər Nazirliyinin 4 avqust 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş təlimata əsasən, sürücülük vəsiqəsi almaq istəyən şəxs nəqliyyat vasitəsinin idarə edilməsinə yararlılığı barədə tibbi arayış təqdim etməlidir. Rövşən Tahir,